Genel il Azərbaycanda alimentin minimum məbləği artacaq. 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu məlum olub. Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən ölkə üzrə sözü gedən məbləğ 300 manat olacaq. Uşaq üçün yaşayış minimumu isə 260 manat məbləğində müəyyən ediləcək. Beləliklə, uşaqlar üçün yaşayış minimumunun məbləği 2025-ci illə müqayisədə 16 manat artacaq. Bu həm də alimentin minimum məbləğinin artacağı deməkdir. Çünki alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Odur ki, gələn ildən etibarən alimentin minimum məbləği 260 manat təşkil edəcək. Ailə Məcəlləsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın yaxud gəlirin 4/1 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirin 3/1 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirin yarısı aliment olaraq hesablanır. Alimentin miqdarı məhkəmə tərəfindən azaldıla və ya artırıla bilər. Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimuma uyğun olaraq hesablanır. Əgər tərəflərdən biri alimentin məbləğinin artırılmasını istəsə, bunun üçün birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Lakin ilk dəfə aliment tələb olunduqda mediasiyaya mütləq müraciət olunmalıdır. Alimentin artırılması ilə bağlı məhkəməyə müraciət zamanı dövlət rüsumu yoxdur.